Hər birini salamlayıram, əziz 13 siniflər. Bu video sizlərə məxsusdur. Deməli, bilirsiniz ki, mən hər il apreldə 2 dənə qrup açıram 10-cu siniflər üçün. Xüsusi qrup adını vermişəm o qruplara, A və B qrupları. Bu hər il, demək olar ki, 5 ildir mən bu qrupları hər il açıram. Və bu qruplar vasitəsilə də biz qəşəng nəticələr əldə edirik. Niyə görə apreldə açıram bu qrupları? Çünki bilirsiniz ki, artıq hal-hazırda 10-cu sinifdə oxuyan şagird məktəbi bitirir və 11 olur. Və avqustda başlayanda vaxt çatdırmaq olmur. Çünki avqustdan düşünün də, avqustun sonu başlayanda 6 ay vaxt qalır martın əvvəlinə kimi. 6 ayada proqramı bitirmək yəni çox çətindir. Ona görə vaxtında hərəkət eləmək lazımdır ki, vaxtında açmaq lazımdır ki, qrupu şagirdlər yaxşı hazırlaşa bilsinlər. Yəni vaxt çatsın, rahat hazırlaşsınlar. Ona görə həmişə açıram, bu il də açıram. 2 dənə qrupumuz olacaq. Biri olacaq A qrupu, biri B. Bu dediyimlərim onlayn qruplara aiddir, onlayn. Əyanı haqqında deyəcəm birazdan. Onlayn qrupdur və vaxtlar belə olacaq. Burada gördüyünüz vaxtlar. A qrupu olacaq 2 və 5-ci gün axşam 9-da. B qrupu da axşam olacaq 7-də. İnşallah aprelin 10-12-si belə planlayıram başlayaq. Təqribən 3 ay hazırlıq keçəcəm. Aprel, may, iyun, L-nın əvvəlinə kimi. Yəni 3 aylıq bir hazırlıq olacaq. Həmin o 3 ay hazırlıqdan sonra 1 ay tətil verəcəm sizə, fasilə verəcəm sizə. Sonra isə təzədən avqustdansa yenidən davam edəcəyik. Yəni avqustdan. Və orada belə deyək, güclülər ilə qaldığı yerdən davam edəcək. Zəiflər isə təzədən başdan bir də başlayacaq. Bu nömrədə buna yazacaqsınız. İndi bizlər haqqında məlumat yəqin ki, varınızdır ki, yəni nəticələrimiz, dərslərimiz barədə eşitmişsiniz, görmüsünüz. Yəni kifayət qədər 100%lərimiz və yaxud da 300 bal olsun və yaxud da yüksək nəticələr olsun. İndi əlimizdən gələn qədər keçirik, məlumatınız var yəqin ki. Əgər şagird məqsədi varsa, məsuliyyəti varsa, o maksimum nəticəni toplayacaq. Yəni biz onun üçün hər şey eləyirik. Amma kim oxumaq istəmirsə, ona bir şey eləyə bilmərik. Bu cürdür və tövsiyə eləyirəm, yəni məqsədi olan şagirdlərə tövsiyə eləyirəm. Çünki niyə görə? Bu vaxt bir də ələ düşməyəcək. Çünki apreldən avqusta qədərki vaxtda, yəni məktəb də demək olar ki, bitir, stres də azdır və şansdır ki, siz həmin vaxt ərzində, o 3 ay ərzində qəşəng öyrənəsiniz. Bu sizə bir şansdır, fürsətdir. Və siz əgər bunu dəyərləndirsəz, 11-ci sinifdə çox əziyyət çəkməyəcəksiniz riyaziyyatdan. Mütləq tövsiyə edirəm. İndi inşallah birinci qeydiyyat başlayır. Qeydiyyat başlayır və imtahanı axırda eləyəcəm. Məsələn, aprelin əvvəli imtahan eləyəcəm. Həmin imtahanda yüksək nəticələri A qrupu olacaq, aşağı nəticələr B qrupu olacaq. Vaxtlar da bu vaxtlardır. Yəni 2-5-9-da, 2-5-7-də. Belə. Gəlin birlikdə hazırlaşaq və maksimum nəticəni toplayaq. Bu nömrəyə yazırsınız. Dərslərə qoşulmaq üçün qeydiyyatdan keçirsiniz bu nömrəyə. Yəqin ki, yerlər də məhdud olacaq, çox güman. Bu nömrəyə yazıb qoşula bilərsiniz. Sağ olun, salamat qalın.